Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Qurban sevginin bıçaqla sınaqdan keçdiyi gündür. Bir ata itayət etdi, bir oğul isə razılıqla səcdəyə uzandı. O gündən bu günə qədər qurban insanın səssiz səcdə ilə səninəm, ya Rəbb deməsidir. Qurban bayramı təslimiyyətin və mərhəmətin bayramıdır. Bugünkü verilişimizdə qonağımız İmaməli Məscidinin imamı Mirzəli Ağa Mirzəzadə ilə qurbanın mənəvi dərinliyini birgə müzakirə edəcəyik. Mirzəli müəllim, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm, minnətdaram dəvət üçün. Gəldiyiniz üçün sizə təşəkkür edirik. İlk sualımı vermək istəyirəm. Buyur. Quran-ı Kərimdə buyurulur: onların nə ətləri, nə də qanları Allaha çatmaz. Allaha çatacaq yalnız sizin təqvanızdır. Mirzəli müəllim, qurban nə deməkdir və bu ibadət vasitəsilə Allahın bizdən istədiyi nədir? Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı ilə. Qurban bayramı İslam dünyasının ən böyük bayramlarından və eyni zamanda ən qədim bayramlarından biri olub və İslam dünyasında böyük əhəmiyyətli bir coşqu ilə qeyd olunan bir bayramlardan biridir. Qurban kəlməsi qərubə feilindən olub, yaxınlaşmaq, nə isə qurban edərək, fəda edərək yaxınlaşmaq mənalarını verir. Termin olaraq isə Zilqədə ayının 10-cu günündə Allah rızası üçün Məkkə şəhərində bir heyvanı Allah rızası üçün qurban kəsərək, təqva libasına büründürərək Allah yolunda fəda etməyə deyilir. Amma sualın ikinci hissəsinə qayıdarsaq, əgər ki, əziz Allahımız Qurban bayramı vasitəsilə bizdən nəyi istəyir ki, bu özü bir qurban bayramı bir növ təqliddir də, Həzrət İbrahim əleyhissalam etdiyi əməlləri biz təkrar edirik. İstər Səfa Mərvə arasında qaçmaq olsun, istər Kəbənin ətrafında təvafımız olsun, istər qurban kəsməyimizin özü olsun ki, o da bir növ heyvanlardan hər hansı bir növünü fəda etmək vasitəsilə olunur. Əziz Allahımız bununla bizdən sanki bir növ necə Həzrət İbrahim əleyhissalamın öz İsmailini qurban verdisə, bizdən də öz İsmaillərimizi qurban verməyimizi istəyir. Yəni, hər kəsən özünə baxmalıdır, öz qəlbinə baxmalıdır. Görməlidir ki, onun qəlbində olan İsmaili kimdir? Yəni, bunun qəlb bağladığı, ürək bağladığı kimdir və yəni nədir? Hər hansısa bir şeydirsə, onu qurban günü qurban verməlidir. Yoxsa orada heyvan kəsilməsi özü bir növ simvolik məna daşıyır, zahir baxımdan. Çünki əziz Allahımız həmin ki, orada Həzrət İsmail əleyhissalamdan o qoçu ki dəyişdi. Yəni, demək istəyir ki, ya İbrahim, sən burada öz İsmailini qurban verdin, artıq mən bu qurbanı başqa bir qurbanla əvəz edirəm. Biz də əgər istəyiriksə seyri sülük yoluna gedək, inkişaf eləyək, mənəvi həyatımızda, istər dünya həyatımızda rahat, xoşbəxt həyat yaşayaq, o zaman öz İsmaillərimizi Allah yoluna qurban verməyə bacarmalıyıq. Əziz Allahımız istəyir ki, öz İsmaillərimizi qurban verək, amma necə qurban verək? Qurbətən ilallah. Allah ixlasla verməliyik. Çünki Kevsər surəsində Əziz Allahımız buyurur: "Fasalli li rabbika vanhar." Rəbbin üçün namaz qıl və Rəbbin üçün də qurban kəskinən. Orada o Rəbbin üçün olan hissəsinə çox diqqət etməliyik. Biz ki, öz qurbanlarımızı verir, fəda edirik. Ola bilər bu qurban verməyimiz dünya malına bağlılığımız olsun, ola bilər övladımız olan sevgimiz olsun ki, bizə Allahın əmrinə qarşı çıxmamıza mane olur. Və ya ola bilər ki, valideynimizə olan məhəbbətdir ki, həddən artıq çoxdur, Allahın məhəbbətindən önə keçib və bu Allahın əmrlərini icra etməkdə bizə mane olur. Bu qurban verməli olduğumuz İsmaillərimizi Allah rızası üçün verməliyik. Əgər o ortana Allah rızasını götürsək, ixlası götürsək, o İsmaillərimizi bizi qurban vermənin bizim üçün bir faydası olmayacaq. Sadəcə əldən itirmiş olacaq. Allah Rəsulü Salavatullah da buyurur ki, sevdiklərinizdən keçmədikcə həqiqi imanı dada bilməzsiniz. Bəli. Quran-ı Kərimdə də Əziz Allahımız buyurur ki, mənim yolunda ehsan verin. Necə verin, nəydən verməliyəm? Ən çox nəyi sevirsənsə ondan verməlisən. Öz sevdiklərinizi Allah rızasında vermədiyiniz müddət ərzində siz həqiqi mömin ola bilməzsiniz. Çünki mömin o insana deyilir ki, onun qəlbində, onun ruhunda yalnız Allah var. Allah eşqi ilə döyünür və Allah eşqi o qədər böyük, əzəmətli bir eşqdir ki, sevgidir ki, onun içərisində valideyn eşqi də var, övlad eşqi də var, dövlətdə də eşq var, amma hansı formada Allah yolunda xərcləmək üçün və mənim dünya və mənəvi aləmdə inkişaf etməyim üçün səbəb olacaq eşqlər, bunun içərisində hamısı var. Amma Allah eşqini oradan çıxardan, yalnız bu saydıqlarımızdan birini onun içine daxil eləsə, yalnız onunla qane olsa, o zaman nə biz nə dünya həyatında xoşbəxt ola biləcəyik, nə də axirət həyatında. Çünki Əziz Allahımız Quran-ı bir yerdə buyurur: "Fəəmməlləzīnə su'idu fəfil cənnə." O insanlar ki, xoşbəxt oldular, cənnətə daxil oldular. Yəni, əgər biz istəyirsə həm dünya həyatında xoşbəxt olaq, həm də axirət həyatında xoşbəxt olaq, demək ki, öz sevdiklərimizi Allah yolunda qurban vermək məqamına gəlib çatmalıyıq. Bu özü bir ruhu qüdrətdir.
Və icazə edin bunu da qeyd edeyim, sonra Buyurun. davam edərik inşallah. Bəzən biz qurban vermək deyəndə, yəni fəda etməkdə, qurban demək, yəni fəda etmək, öz sevdiklərimizdən hər hansısa bir maddi və ya mənəvi istəklərimizi fəda eləmək. Biz deyirik əsasən məsələn tutaq ki də qurban deyəndə biz əsasən zehnimizə ət gəlir, var dövlət, bir-birimizə yardımlaşmaq və bəzi insanlar ki bunun imkanı yoxdur. Deyir ki, qoy mən biraz imkan toplayaram, gələcəyi də eləyərəm. Əlində məsələn 5 manat yardım etməyə imkan var, deyir ki, mən 5 manat etməyim, qoy biraz da gözləyim, məsələn 15 manatla imkanım çatanda 15 manat mən buna yardım eləyərəm və bunu gözləyir. Amma Qurani-Kərim və hədislərin məntiqinə baxdığımız zaman görürük ki, əziz Allahımız bizə buyurur ki, gücün çatanda yox. Sənin hal-hazırda gücün nəyə çatırsa, ondan fəda etməyi bacarmalısan. Çünki bəzən ola bilər şeytan bizi Qurani-Kərimdə əziz Allahımız buyurur, yəni ki, şeytan sizi Allahla aldatmasın. Bəzən şeytan bizi Allah vasitəsilə aldadır. Bizim vəzifəmiz indiki anda bu işi görmək olduğu halda mənim başıma Allahdır ki, yox, sən indi bunu versən, az olacaq. Bir ay gözlə, 5 il gözlə, bu biraz da yüksəlsin məbləğini sonra verərsən. Artıq həmin vaxtı gələndə o məbləğ daha çox olacaq. Mənim həmin məbləğə, həmin o fəda etmək istədiyim şeyə sevgim daha çox olacaq və nəticədə belə verməm daha da çətinləşəcək. Öz kimi çətinləşəcək və ola da bilər ki, verməyim. Çünki var dövlətdə və ya övladı olan sevgi, məhəbbət və güclü olsun ki, artıq Allah eşqini qoyum ikinci mərhələyə. Ona görə mənim gücüm həmin zamanda, həmin məkanda nəyə çatırsa və eyni zamanda qəlbimin gücü nəyə çatırsa, onu fəda etməliyəm. Ola bilər bir insanın gücü çatmaz, amma həqiqətən qəlbən istəsin ki, mən Allah yolunda falan yaxşılıq eləmək istəyirəm, falan şeyi fəda eləmək istəyirdim. Əziz Allahımız bu ki, sən ki, bunu həqiqətən sən qəlbdən istədin, mən onu sənə verdim artıq, onun mükafatını, əcrini. Əziz Allahımız Qurban bayramı vasitəsilə sanki bizə bunu xatırlatmaq istəyir ki, baxın, hər zaman, hər an və hər məkanda olmaqdan asılı olmayaraq, öz İsmaillərinizi mənim rızam üçün fəda etməyə hazır olmalısınız. Necə Həzrət İbrahim əleyhissalam fəda etdi, biz də bunu təqlid edib öyrənməliyik. Mirzə müəllim, siz danışdıqca belə bir hadisə yadıma düşdü. Çox təəssüflər olsun ki, həmin böyüyümüzün adı yadımda deyil. Böyüklərdən biri deyir, uzaq bir səfərdə idi. Evə gəldiyim zaman övladım mənim üzərimə qaçdı. Deyir, övladımı qucaqladım. Bir anlıq hiss elədim ki, Allahla mənim arama sevgisi girdi. Deyir, belə bir içimdən dua keçdi ki, Allahım, əgər sənə olan sevgimə oğlum, övladım mane olarsa onu məndən al. Deyir, onun çiyinləri onun başı mənim çiyinlərimə düşdü. Həqiqətən insan bunu eşidəndə təsəvvür edə bilmir. Yəni Allah bizə o həqiqi sevgini, həqiqi qurban etməyi yaşatsın. Bəli, amin inşallah. Mirzə müəllim, ikinci sualımı vermək istəyirəm. Peyğəmbərimiz sallallahu buyurub, Qurban bayramı İbrahimin sünnəsidir. Sualım budur. Qurban bayramının tarixi haradan başlayır və İbrahim əleyhissalam və İsmail əleyhissalamın böyük sınağı bizə nəyi öyrədir? Qurban bayramı ümumiliklə götürdüyümüz zaman qurban anlayışı ilə ilk insanın yaradılışından, Həzrəti Adəm əleyhissalamın yaradılışından etibarən başlayıb bu sünnə var. Çünki Əziz Allahımız Quran-Kərimdə buyurur da, Həzrəti Habillə Qabilin fəda etmə prosesini ki, hər kəsən öz əlində olan nemətlərindən Allah rızası üçün qurban verməlidirlər. Həzrəti Habil əleyhissalam özünün ən gözəl nemətlərini gətirib Allah yoluna qurban verir, qəbul olunur. Qabil isə ən belə demək mümkünsə zay mallarını gətirib Allah yolunda fəda etmək istəyir və Allah da burada bunu qəbul etmir. Yəni bunun kökü ən başlanğıcı ilk insanın yaradılışından başlayır. Amma bizim hal-hazırda qeyd etdiyimiz və İslamca təqdim etdiyi Qurban bayramı Həzrət İbrahim əleyhissalamın dövründən başlayır. Həzrət İbrahim əleyhissalamla öz oğlu İsmail əleyhissalam arasında baş verən bir proses buradan başlayır. Ki Həzrət İbrahim əleyhissalamın uzun bir müddət övladı olmurdu və Quran-Kərimin təbirindən desək, qoca bir yaşlarında Əziz Allahımızdan istədi ki, Həzrət İbrahim la mənə bir övlad, salih övlad payı vericilən. Əziz Allahımız buyurur ki, sənin istəyin qəbul olundu və biz sənə fəbəşşərnahu bi gulamin halim. Ona çox həlim, gözəl və salih olan bir övladla müjdə verdik. Və buradan bu qurban tarixi buradan başladı. Həzrət İbrahim əleyhissalam, Əziz Allahımız Həzrət İbrahim əleyhissalama övladı verdi. Qoca yaşında uzun müddətli övladı olmurdu və Həzrət İsmail əleyhissalam gəlib fələmmə bələğə ma'ahu əs-sa'i. Elə ki Həzrət İsmail əleyhissalam gəldi, Həzrət İbrahimə kömək edə biləcək bir yaşa gəldi, çatdı. Yəni artıq həddubluq yaşına çatdı. Atasına, övladına fayda verəcək bir yaşına çatdı. Həzrət İbrahim əleyhissalam buyurdu: "Qalə ya bunay." Ey mənim əziz övladım. Əziz Allahımız burada da ifadələri çox gözəl şəkildə seçib. Demədi ey oğul. Ya bunay, yəni sevgidən qaynaqlanan bir ifadədir. Nida forması. Qalə ya bunay. Ey mənim övladım, inni əra fil mənami enni əzbəhuka.
Dedi mənim əziz oğlum İsmail, mən yuxuda görürəm ki, əziz Allahımız mənə deyir ki, mən səni qurban kəsməliyəm. Bu proses hadisənin sonundadır. Bundan əvvəl Həzrəti Əziz Allahımız İbrahim əmr eləyir ki, apar Həzrəti İsmail İslamı apar qoy Məkkə səhralarında, orada Həzər anamızdan bir də tək qalsınlar, heç bir yox, su yox, ot yox, ələf yox və heç bir yaşayış da yoxdur orada. Dünyaya gəlişindən sınaq içərisindədir Bəli, artıq Həzrəti İsmail və Həzrəti İbrahimdir. Aparıb Həzrəti İsmail İslam orada qoyur, orada zəmzəm suyu yaranır. Ondan sonra Əziz Allahımız buyurur ki, get İsmaili götür, gətir müəyyən müddətdən sonra. Yəni bu cür çətin sınaqlardan keçdikdən sonra gəlib artıq o Həzrəti İbrahimə fayda verə biləcək bir yaşa çatdıqda Əziz Allahımız buyurur ki, apar bunu qurban kəssinlər. Həzrəti İsmailin cavabı da çox gözəldir. Fənzur mə tərə. Həzrəti İbrahim dedi ki, olmusan bu haqda fikrin nədir? Mən peyğəmbərəm, Allah mən deyir ki, övladımı qurban kəssinlər. Öz İsmaili fəda eləcəklər. Sənin fikrin nədir? Həzrəti İsmail buyurdu, qala ya əbəti, ey mənim əziz atam, if'al mə tu'mər. Allah sənə nə əmr eləyibsə ona da əməl elə. Narahat olma. Niyə? Sətəcuduni inşaallahu minəs-sabirin. Məni səbr edənlərdən görəcəksən. Burada övladla valideyn arasında olan bir münasibət də biz görürük ki, valideyn necə öz övladına peyğəmbərlikdən əlavə, çünki Həzrəti İbrahim peyğəmbər olmuşdan əvvəl bir də ata idi də, valideyn idi. Deyir, ya bu nəy, ey mənim əziz övladım. Yəni ola bilərsə ona nəyisə bir imtahan eləmək istəyirsən övladını, sınağa çəkmək istəyirsən, ona müraciət formasına diqqət eləməlisən. Yəni sən onu imtahan etməyin sevgidən qaynaqlanmalıdır, nəinki nifrətdən. Ki Allah mənə əmr edib, aparım mən sənin başını kəsim, şəklində olmamalıdır. Ki müasir dövrümüzdə bəzi İslam cildinə girilmiş insanlar var da, İslam adı altından baş kəsinlər. Onlar kim deyil, gəl mən sənin başını kəsim, Allah mənə əmr eləyib. Ya bu nə, ey mənim əziz övladım, müraciət forması fərqlidir. Bundan qaynaqlı Həzrəti İsmail də buyurur ki, ya əbəti, ey mənim əziz atam, if'al mə tu'mər. Sən nə istəyirsən, Allah sən nəyə əmr eləyibsə, sən də onu yerinə yetir. İnşallah məni səbr edənlərdən görəcəksən. Həzrəti İbrahim İslam gətirdi Həzrəti İsmaili qurban kəsməyə, razılaşdılar və Həzrəti İsmail əleyhissalam artıq belə deyək, üzü qibləyə uzandı. Həzrəti İbrahim götürdü bıçaqla ki, Həzrəti İsmail əleyhissalam başını kəssin. Burada əslində Həzrəti Əziz Allahım istəmir İsmaili qurban kəssin. Həzrəti İbrahimin ki, İsmailə bu qədər məhəbbəti, sevgisi var idi. Allah istədi ki, onu imtahan eləsin. Görsün buna İsmailə olan sevgi mənim sevgimdən önə keçib yoxsa yox. Həzrəti İbrahim bir xatirətmə eləsin. Həzrəti İbrahim gəldi, Həzrəti İsmail əleyhissalam başını kəsmək istəyəndə həmin iti bıçaqla bıçaq kəsmədi. Normalda biz olsaq deyərək ki, mən vəzifəmi icra elədim, bıçaq kəsmədi, deməli mənim boynuma vəzifə götürüldü. Amma imtahan əslində buradan başlayır. Hələ bura qədər imtahan deyildi, sözün həqiqi mənasında. Həzrəti İbrahim məsələn bura kimi gəldi, bıçağı bir dəfə sürtdü, bıçaq kəsmədi. Sevinə bilərdi ki, kəsmədi. Artıq mən boynuma vəzifə götürüldü, yəni zahirə. Amma Həzrəti İbrahim orada qəzəbləndi. Bıçağı yerə çırpdı ki, ax Allah mənə əmr eləyib bunu qurban kəsməliyəm. Sən niyə kəsmirsən? Amma bir halda ki, mən bunu evdə itiflədim belə deyək, gətirdim də, bunu mən bu çöldə kəsdim, kəsirdi. Niyə indi bunun başını kəsmir? Ax Allah mənə əmr eləyib bunu qurban et. Həzrəti İbrahim orada əsəbləşib özündən çıxmış Allah üçün o bıçağı yerə atmasından sonra Əziz Allahımız buyurdu ki, وَنَادَيْنَهُ اَيَّا İbrahim. Biz ona çağırdı ki, ey İbrahim, قَدْ سَدَّقْتَ الرُّقْيَا. Sənin artıq vəzifən tamamlandı. Sənin rüyən, yuxun gerçəkləşdi. Sən İsmaili qurban verdin. Ayən davam maraqlı. İnna kəzalikə nəczil muhsinin. Biz mühsin, gözəl olan insanları, ihsan vermək sevən insanları bu cür mükafatlandırırıq. Əziz Allahımız ola bilməzdi ki, elə Həzrəti İbrahim bu qədər sınaqları keçirtmədən onu mükafatlandırsın, özünü Xəlilullaha qərar versin. Yox, ola bilməzdi. Niyə? Çünki həyatın özü çətinlikdə yaradılıb. Əgər sən bir məqam istəyirsənsə, maddi və mənəvi həyatda fərq eləməz. Əgər ucalmaq istəyirsənsə, bir məqam istəyirsənsə, onun üçün çətinliklərə qatlaşmalısan. Çətinlikdən keçməlisən ki, o vəzifəni sən götürə biləsən, hazır ola biləsən. O ruhu qüdrət əldə eləyəsən. Sanki Əziz Allahımız buyurur, əgər mən kiməsə bir mükafat vermək istəsəm, dünyada bir məqam vermək istəsəm, mənəviyyatda bir məqam vermək istəsəm, onları bu cür çətin sınaqlardan keçirdəcəm. O demək deyirlər, Rabbənə atinə fid-dünya hasenə və fil-axirətə hasenə. İlahi mənə dünyada, axirətdə yaxşılıq ver. Allah deyir ki, başçı mən sənə verdim, gəl, götür get. Belə deyil. Bunun üçün mənim ruhum, qəlbim hazır olmalıdır ki, o nemətləri qəbul edib Allah yolunda faydalana bilim. Allah yolunda xərcləyə bilim. Buradan öyrənməli dərsimiz budur. Yəni sanki Əziz Allahımız bizə demək istəyir ki, bax, mən sənin dualarının hamısını qəbul etmək istəyirəm və qəbul edirəm. Amma bunun üçün səndə bir ruhu potensial olmalıdır, ruhu qüdrət olmalıdır ki, bəli, hazır olmalısan ki, nemətlərdən doğru yolda istifadə edə biləsən. Həzrəti İbrahim də Əziz Allahımız bu imtahanlardan sonra dedi ki, mən səni ümmət üçün imam qərarı verdim və özümün xəlili qərarı verdim. Bundan əvvəl vermədi. Niyə bu çətin imtahanlardan sonra? Çünki Həzrəti İbrahim hazır olmalı idi. O ruhu qüdrət əldə etməli idi ki,
lazım olduğu zaman öz sevdiklərindən Allah rızası üçün fəda edə bilsin, qurban gedə bilsin. Və bu İslamın bir çox belə deyək də şəri hökmləri bir hikmətləri var. Özünə məxsus hikmətləri də var. Bəzən də olur, əziz Allahımızın ibadətləri həmin əməlin özünə görə yox, o əməli icra edənin özünə görə ona bir hikmət qərarı verir. Yəni nə demək istəyirəm? Hz. İbrahim əleyhissalamın qurban kəsməkdə əziz Allahımız o məqsəd Hz. İsmailin qurban getmək deyildi ki. Düzdür, qurbancağın öz bir fəlsəfəsi var. Yəni biz öz sevdiklərimizi fəda etməliyik Hz. İsmailin timsalında. Amma məsələn tarixə baxdığımız zaman Hz. Musa əleyhissalam dövründə əziz Allahımız buyurur ki, mən Bəni İsrailə şənbə günləri balıq tutmağa haram elədim. Yəni bunun nə fərqi var? Bunda nə hikmət var? Şənbə günü balığın tutmağın özündə bir qeyri-adi bir fəlsəfə yoxdur. Orada bəndənin imtahan olunmasıdır, həmin Bəni İsrail övladının imtahan olunmasıdır. Yəni o şənbə günü balıq tutmağın haram olması, qadağan olunması Bəni İsrail övladlarının o həminki vara dövlət olan sevgisinin belə həvəsinin imtahan olunması idi. Yəni Allah sənə deyir, halal olan şeydir bu. Həftənin bir günü mən sənə haram edirəm. Görüm sən mənim olan sevgin hansı səviyyədədir? Həmin qadağanı icra edə biləcəksən yoxsa yox? Və bu ibadət formasında qurbangahlıq ibadətinin əsas fəlsəfələrindən biri də budur ki, biz özümüzün sevdiyimiz şeyləri, yəni öz istismailərimizi qurban verməyi bacarmalıyıq və ikincisi də ki, bizim ruhu qüdrətimiz olmalıdır ki, Allahdan bizə gələn nemətləri ondan faydalanıb Allah yolunda xərcləyə bilək. Peyğəmbərimiz sallallahu buyurub: qurban kəsmək müsəlman üçün sünnədir, lakin kəsə bilənlər üçün vacibdir. Mirzəli müəllim, qurban kəsmək kimlərə vacibdir və bu ibadətin şəriət baxımından əsas qaydaları hansılardır? Qurban kəsmək ümumiyyətlə yalnız hacılara vacib olan bir ibadət formasıdır. Məkkə şəhərində təvaf tamamlanandan sonra qurban kəsirsən və ihramdan çıxırsan. Yəni qurbanın kəsilməyi vacibat hissəsi yalnız Məkkə şəhərinə aiddir. Orada təvafda olan, ziyarət olan hacılara aiddir. Amma müstəhəbdir, Peyğəmbərimizin sünnəsidir ki, həccə gedə bilməyən insanlar da öz yurdlarında, öz məkanlarında qurban kəssinlər. Yəni öz istismaillərini fəda eləsinlər. Vacib yox, müstəhəb. Bəli, müstəhəbdir. Peyğəmbərin sünnəsidir. Müstəhəbdir ki, insanlar qurban kəssinlər. Və burada qurban kəsməyi də kimin gücü çatırsa onlar kəsə bilərlər. Onlara müstəhəb olur. Bəli, çünki onlara zaten qurbanın mahiyyəti, nəfəsisi bundan ibarət paylaşmaqdır, düzdür. Evet. Mənim əgər imkanım çatmırsa, mən zaten qurban kəsə bilməyəcəm. Çünki qurban kəsilən heyvanlar da dördayaqlı heyvanlardan olmalıdır. Və burada da bir şeyə diqqət etməliyik ki, əvvəldə qeyd etdiyimiz kimi də imkanı olan şəxslər qurbanlarını fəda eləməlidir. Qurbanlarını kəsmək həmin imkansız şəxslərə verməlidirlər. Və bunu verdiyimiz zaman da o ətin çəkisinə diqqət edilir. Sadə dildə deyək də. Bəzən olur, məsələn bir erkək dənəni kəsirlər, bir dənə kəndir hamısına paylamaq istəyirlər. Həriyə 100 qram, 200 qram ət düşür ya düşmür. Ondansa o bütün kəndin əhalinin hamısına paylamaqdansa, həmin o erkək dənən və ya hər hansı bir heyvandırsa, onu kəsib daha möhtac olan insanlara 1 kilo, kilo yarım, 2 kilo şəklində vergilən ki, onların evində bir bayramlıq ab-havası hissi olunsun. Ki, burada çox təəssüf olsun, bir çox yerlərdə bu cür. Məsələn, bir dənə dana kəsirlər və bütün əhaliyə paylayırlar. Ehtiyac olan olmayan fərq etməz, hamıya paylayırlar və bu da çox az bir pay düşür. Bəzən onlar insanların ailə üzvü tərkibi daha çoxdur. Evet. 100 qram ətlə, 200 qram ətlə onlara bir şey bişirmək olmur. Yəni bayram payı olaraq belə deyək. Yəni o sevinci yaşaya bilmirlər. Sevinci tam yaşaya bilmirlər. Ona görə daha gözəl olar ki, əzizlərimiz bunlara diqqət eləsinlər. Daha çox kimin ehtiyacı varsa, daha kim ehtiyaclıdırsa, onlar üçün çəkini artıq şəkildə eləsinlər ki, o zaman sənin qurbanlığın da Allah qatında daha çox dəyərli olacaq inşallah. Bir bölgüsü varmı qurban payının? Yəni kimlərə, ancaq ehtiyaclılara mı verilməlidir, yoxsa? Yox, qurban bayramında şərt deyil yalnız möhtaclar, ehtiyacı olan insanlara verəsən. İmkanlı olan şəxslər də verilə bilər. Çünki burada zaten mahiyyət fəda eləməkdir. Sən də onu fəda eləyirsən. Amma daha gözəl olar ki, çünki müstəhəb əməllərdə insan birinci özünkilərdən başlamalıdır, Peyğəmbərin sünnəsi. Öz yaxın qohumlarından, öz yaxın qonşularından. Əgər bunların içərisində ehtiyaclı olan insanlar varsa, fəqir olan insanlar varsa, birinci onları vermək, onları üstün tutmağa öncəliyə çəkməyimiz daha vacibdir. Müstəhəb olsa da belə onları kəsilirsə vacibat olaraq onları götürməliyik. Onları verməmiz daha gözəldir. Mirzəli müəllim, mən əlavə bir neçə sual da vermək istəyirəm. Cəmləşdirib bir yerdə sualımı təqdim eləmək istəyirəm. Bəzən olur ki, istər Bakı şəhərimizdə, Azərbaycanın müxtəlif bölgələrində qurban ətini pulla alırlar. Məsələn, hansısa bir qəssabxanada və yaxud hansısa bir şəxs evində bir heyvanı saxlayır, 5 ay, 6 ay, 1 il saxlayır ki, mən bunu qurban bayramı günü kəsib satacağam.
Bu doğrudurmu? Pulla alınan qurban payı sayılırmı? Birinci sualım bundan ibarətdir. Və ikinci sualım yenə də mənim özümün şahidim olduğumda və eşitdiklərimdə bizim bəzi bölgələrimizdə təbii qurban kəsilən zaman dua oxunur. Qurban duası oxunur. Dua oxunur, qurban kəsilən heyvan kəsilir. Amma bəzi bölgələrimiz var ki, o qurban payı almaq istəyənlər, misal olaraq özümü deyil, misal olaraq mən bir heyvan kəsəcəm, 100 kiloluq bir heyvanı kəsəcəm və yaşadığım kənddə, rayonda insanlara deyirəm ki, kəsəcəm, kim istəyirsə 2 kilo, 3 kilo əvvəldən yazılsın və həmin yazılan insanlar da duz götürürlər, bir miqdar duz götürürlər. Bunu hər hansı bir din xadiminə həmin qurban duasını oxutdururlar və qurban kəsən şəxsə verirlər. 30 evdən, 20 evdən gələn duzlar qarışdırılır bir yerə, qurban kəsilən zaman həmin duz heyvanın boğazına tökülür. İndi burada sualım nədən ibarətdir? Birinci sualımı verdim. Bu düzgündürmü? Ümumiyyətlə belə bir şey varmı dilimizdə? Biz duza qurban duasını oxutduraq və onu qarışdıraq, heyvanın boğazına kəsək. Hətta özümün şahid olduğum və eşitdiyim duz oxunmayıb, o evə verilməyibsə, o qurban əti, qurban payı sayılmaz. Qurban əti sayılmaz. Zəhmət olmasa. Deməli, qardaş, bir neçə nəfərin yığılıb bir malı alıb onu qurban adı ilə kəsmələri Peyğəmbərin sünnəsinə uyğun deyil. Yəni o qurban sayılmır. Çünki sən zaten o pulu veribsən, onun ətini alıbsan. Sən burada öz pulu verib ət alıbsan. Digər günlərdə fərqi yoxdur da. Normal günlərdə olduğu kimidir. Çünki qurbanın mənası nədir? Əvvəldə qeyd elədi, fəda eləməkdir. Bir insan, bir imkanlı şəxs hər kəsin öz səviyyəsinin gücü çatdığı qədərində bir malı alır və ona duanı oxuyur. Allah rızası üçün həmin heyvanı Allah rızası üçün qurban kəsir və ehtiyacı olan insanlara paylayır. Əgər 5 nəfər, 10 nəfər, Azərbaycanın bir çox bölgələrində bu cürdür. Biz tərəfləri də bu cürdür. Bir neçə ailə yığılır bir yerə, bir heyvanı alırlar və həmin heyvanı qurban kəsib daha sonra onu qurban payı olaraq götürürlər özlərinə. Bu qurban sayılmır. Çünki sən zaten normal günlərdə olduğu kimi həmin pulu veribsən, yəni də həmin əti götürübsən oradan. Sadəcə 10 nəfər bir yerdə bir dənə ət alıbsınız, sanki belə bir formada olur. Bu qurban əti sayılmır və Peyğəmbərimizin sünnəsində belə bir şey yoxdur. Amma burada bir şey diqqət eləməliyik ki, bunu elədiyimiz zaman, əgər bizim niyyətimiz bu olsa ki, İlahım, mən sənin rızan üçün mənim bu günləri mənim də evimdə və yaxud da ki, nə bilim, mənim də qohumlarımda bu bayram sevinci yaşansın, mən onu alıram, qurban payı olmur zaten, bu qurbanlıq deyil. Amma Allah rızasına həmin ətdən, həmin paydan müəyyən bir məbləğini də, müəyyən bir hissəsini aparıb daha bir ehtiyaclı bir insana verirəmsə və yaxud da ki, öz ailəmi yedizdirirəmsə, onun özünün də əcri mükafatı var. Çünki Allah rızası olacaq, bəli. Amma yəni qurban payı olaraq qurban payı sayılmayacaq. Çünki qurban payı olması üçün bir nəfər kəsməlidir, bir nəfər almalıdır və onu verməlidir Allah yolunda. Ola bilər belə eləsinlər. Bu cür olsa daha gözəl olar. 15 nəfər, 20 nəfər yığılsınlar bir yerə, bir mal alsınlar, onu kəssinlər, ehtiyacı olan insanlara paylasınlar. Nəinki özümüzə ət verib, özümüzə, yəni pul verib özümüz üçün qurban kəsmək. Yəni belə bir forma olmasın ki, bu da qurban sayılmır. Hər bir halda pul verib aldığımız qurban payı sayılmaz. Bəli, qurban payı sayılmaz. O sualınızın ikinci hissəsinə gəldiyimiz zaman isə dua oxumaq var ki, duanı da əsasən qurban kəsilən heyvanın bıçağın, alətin üstünə oxuyarlar ki, orada duanın mənası bundan ibarət. Allah, mən sənə görə qurban kəsirəm, sənə ötürü bunu kəsirəm, bunu məndən qəbul et. Necə Həzrəti İbrahim əleyhissalam kəsmişdi, mən duzu kəsirəm. Duanın məzmunu bundan ibarətdir. Amma götürəsən bir neçə ailədən duz yığasan, duayı oxuyasan və gətirib heyvan boğazına duz tökəsən, bu şəriətdə belə bir şey yoxdur. Əksinə müstəhəbdir, bəyənilən bir şeydir ki, qurban kəsilən heyvana su verəsən və ağzına bir şirinlik qoyasan. Ki, çünki Allah yolunda qurban kəsilir, bu o niyyətlə. Urfən belə bir şey var. Amma nəinki duz oxunsun, bir neçə ailə yığılsın və heyvanın boğazına tökülsün və sonra həmin heyvana su şəkildə qurban kəsilsin. Belə bir şey yoxdur və o ki, dediniz, bəzən hətta onu qurban da hesab eləmirlər o əti. Yox, belə bir şeylər yoxdur. Onun şəriətdə belə bir şeylər yoxdur. Nə duzun yığılması, duza duanın oxunması, nə də ki, dua oxunmayan əgər bir duzdan qurban kəsilərsə, tökülərsə həmin boğazına, o da qurban sayılmaz, belə bir şeylər yoxdur. İndi sadəcə cəmiyyət arasında yayılmış bir şeylərdir. Bunlar da yavaş-yavaş inşallah ümid edirəm ki, təbliğat nəticəsində aradan götürüləcək Allahın lütfü və inayəti ilə. Mirzəli müəllim, bəs qurban bayramının sosial baxımdan cəmiyyətimizə faydaları nədir? Qurban bayramının sosial baxımdan bizim üçün bir çox faydaları var. Əsas faydalarından biri budur ki, cəmiyyətdə təbəqələşmənin qarşısını alır və təbəqələr arasında bir körpü yaradır. Cəmiyyətdə bu təbii halda qaçılmaz haldır. İmkanlı şəxslər var, imkansız şəxslər var və orta təbəqə insanlar var.
və bunlar arasında əgər bu cür ictimai ibadətlər olmasa, qurban ictimai bir ibadətdir də. Bəzi ibadətlərimiz fərdi ibadətdir, namaz kimi, oruc kimi. Amma bəzi ibadətlər də var ki, ictimai ibadət. Məsələn, cümə namazı olsun, qurban bayramı olsun, həcc ibadəti olsun. Bunlar ictimai ibadətlərin formasıdır. Qurban bayramı da o cür. Ki, qurban bayramının ictimai ibadət olduğu üçün bunda bir ictimai faydalar olmalıdır təbii ki. Həmin faydalardan biri də insanlar arasında, təbəqələr arasında körpü rolunu oynayır. İnsanlar arasında uçurumun yaranmasının qarşısını alır. Məsələn, imkanı olan bir şəxs ən azından ildə bir dəfə də olsa gəlib bu imkansız şəxsin qapısını görür. Belə bir insanın olduğunu görür və onun da qapısında bir yeməyin qaynamasına belə də səbəb olur. Və bu da bu iki təbəqə arasında körpü yaradır və bunlar arasında sevgi, məhəbbət yaratmağına səbəb olur. Başqa bir faydalarından biri isardır, fədakarlıq. İmkanı olan şəxslər öz varından, öz dövlətindən isar eləyirlər ki, həm burada onlar özləri üçün bir mənəvi məqam əldə eləyirlər, Allah yolunda fəda eləyə bilirlər və eyni zamanda bu isar etmək əvvəldə qeyd etdiyimiz kimi digər insanlar arasında da o təbəqələşməni həm aradan aparmağına səbəb olur, azaldır və eyni zamanda körpü rolunu oynayır. Bu fədakarlıq da bir də ən ali zirvəsi var da isar etməyin. Bu isar etməyin ən ali zirvələrindən biri də elə bizim həmin əziz şəhidlərimizdir, həm də onların valideynləridir. Həm əziz şəhidlərimiz öz canlarını fəda elədilər, öz canlarından keçdilər, öz canlarını qurban elədilər. Nəinki təkcə var dövlətlərini. Çünki Quran-Kərimdə bir ayda Əziz Allahımız buyurur, cihada çağıranda buyurur, həm var dövlətinizlə cihad eləyin Allah yolunda, həm də öz canınızla cihad eləyin. Bizim əziz şəhidlərimiz də şəhadətlərindən öncə malları ilə cihad eləyirdilər, fəda eləyirdilər. Lazım olduğu zaman vətən müharibəsində öz canlarını Allah yolunda fəda elədilər, qurban elədilər. Və eyni zamanda burada bizim əziz şəhidlərimizin də əziz valideynləri var. Onlar da öz övladlarını, öz İsmaillərini ən ali səviyyədə Allah yolunda, vətən yolunda fəda etdilər. Bu da isarlığın ən ali zirvəsidir. Ki, elə Qurban bayramının əsas fəlsəfələrindən biri də budur. Biz öz var dövlətimizi, malımızı, mülkümüzü Allah yolunda yavaş-yavaş fəda etməklə yüksəlirik ki, gəlib bu məqama çataq. Allah yolunda, vətən yolunda lazım olduğu zaman həm öz canımıza fəda eləyə bilər, həm də lazım olduğu zaman öz sevdiklərimizi də Allah yolunda göz qırpmadan, uf demədən belə Allah yolunda fəda eləyə bilər. Ki, Qurban bayramının əsas fəlsəfəsi ilə ictimai fədalardan biri budur. Həm təbəqələşməni aradan aparır, təbəqələşmə aradan getdiyi üçün də bu fədakarlıq hissi insanlarda yaranır və bir-birinə qarşı şəfqət, məhəbbət hissi yaranır. Başqa bir faydalarından biri qeyd elədiyi də mərhəmətdir. İnsanlar bir-birinə qarşı mərhəmət hissi yaranır və bir-birinin halına yanırlar. Və başqa biri də vəhdət. İnsanlar arasında vəhdət hissi yaranır, vəhdət anlayışı formalaşır. Ki, biz deyəndə vəhdətin ən ali zirvəsində elə öz vətən müharibəmizdə gördük. Kasıb, varlı, orta təbəqə fərq eləmədən hamı birləşdi. Bu qurban fədakarlığının nəticəsində bu ortaya çıxmışdı vəhdət anlayışı. Ki, hamı özünün imkanı çatdığı qədər, gücü çatdığı qədərindən fəda eləyirdi. Hətta mənim indi xatırladım, bir yaşlı nənəmiz var idi. Öz pensiya yaşını, maaşını gətirmiş, nə eləmişdi, yardımını demişdi, mən bunu Allah yolunda əsərlərimizə verirəm. Bəli. Yəni bu bir halda ki, bunun ehtiyacı bu idi. Qoca insandır, bu yalnız pensiya ilə dolana bilir. Bu özünün ən ali səviyyədə fədakarlığını elədi. Bunun gücü ona çatırdı, gətirdi, bunu verdi. Bu nəyindən qaynaqlanırdı? Həmçinin qurban anlayışından, qurban bayramını yetirdiyi insanlar idi ki, vəhdət anlayışın formalaşdırılır cəmiyyət arasında və sonra da bunu deyə bilərik ki, qurbanlığın faydalarının bunlardan əlavə bir də başqa bir mənəvi təsiri budur ki, Allahın rəhmətinin yer üzərinə nazil olmasına səbəb olur. Həm insanlar sevinirlər, insanlar sevindiyi zaman Allahın rəhməti yer üzərinə nazil olur, Peyğəmbərin hədisindəndir. İnsanlar vəhdət formasında olduğu zaman Əziz Allahımızın rəhmət və məğfirətin yer üzərinə nazil olar və dolayısıyla insanlar ilahi sevgi ətrafına birləşib öz İsmaillərini Allah yolunda fəda edərək bir sağlam və salih cəmiyyət formalaşdıra bilərlər inşallah. Gözəl müəllim, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dediyiniz o vəhdət şuuru bu bayramda bütün müsəlman ümmətində yaransın. Bütün müsəlman ümmətində bu vəhdət şuuru ali bir məqama çatsın. İnşallah arzumuz budur. Sizə də gəldiyiniz üçün, suallara ətraflı cavab verdiyiniz üçün İslam Deyiş kollektivi adından öz təşəkkürümüzü bildiririk. Var olasınız. Dəvət etdiyiniz üçün çox sağ olun. Qoy hər bir kəsilən qurban, hər bir edilən dua Allah dərgahında təqva ilə qəbul olunan ibadətə çevrilsin. Qurbanınız qəbul, bayramınız mübarək olsun. Allaha əmanət olun.